Xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün müsahibə suallarını paylaşacağam müəllimlərə dəstək məqsədi ilə. Öncədən qeyd edim ki, müəllimlər, kurikulum dərslərimizə artıq start verilir. Ödənişsiz dərslərimiz başlamışdır. Ödənişsiz qruplarımızda qoşulub dərslərdən faydalana bilərsiniz və ödənişli dərslərimiz isə oktyabrın sonlarından etibarən başlayacaq. Qeyd edim ki, müəllimlər, müsahibə mərhələsi kurikulum, miq və sertifikasiya və bağçanın müsahibə mərhələsi, eləcə də icma üçün müsahibə mərhələsinə hazırlıqlar üçün müraciət edə bilərsiniz. Qeyd edilən nömrə ilə əlaqə saxlamaq mümkündür. Və qeyd edim ki, müəllimlər, müsahibə suallarından ən çox hansı suallar verilə bilər? Deməli, yeni sinifə daxil olmusunuz və şagirdlər sizi sevmir. Bu halda nə edərsiniz? Əlbəttə ki, müəllimlər, əgər şagird bizi sevmirsə, yeni daxil olduğumuz sinifdə bu zaman səbirli və təmkinli olmalıyıq. Səbir və təmkinlə davranıb, şagirdlərin marağını nəzərə alıb, onların marağı üzərindən dərslər qurmalıyıq və çalışıb özümüzü onlara sevdirməliyik. Yəni, şagirdlərin bizi sevməməsi normal haldır, amma biz onların sevgisini əlbəttə ki, çalışıb qazanmalıyıq. Və belə bir sual ünvanlana bilər ki, deməli, geriyə planlama nədir? Geriyə planlama əlbəttə ki, nəticədən planlamadır digər adı da. Nəticədən planlama, yəni burada geriyə planlama zamanı istifadə edirik ilk olaraq təlim nəticəsi, qiymətləndirmə meyarı və öyrənmə fəaliyyəti. Bəli, təlim nəticəsi alt standartdan çıxarılır və qiymətləndirmə meyarımız isə təlim nəticəsindən, eləcə də öyrənmə fəaliyyəti nədən çıxarılır deyilsə, bu zaman təlim nəticəsi və qiymətləndirmə meyarından çıxarılır. Və daha sonra alt standart dəyişir, daim dəyişir, bunu da bilməyimiz vacibdir. Alt standart summativ qiymətləndirmənin aparılmasını təmin edir və alt standart qeyd etdik ki, daim dəyişir. Alt standartın 4 funksiyası var idi. Təlimin, məzmununun davamlı inkişafını təmin edir, inteqrativliyi təmin edir, daha sonra təlim strategiyalarının seçilməsində mühüm rol oynayır və davamlı inkişafı təmin edir. Çünki dedik, daim dəyişir. Sinifdən sinifə keçdikcə daim dəyişirsə, deməli, davamlı inkişafı təmin edir. Və müəllimlər, yazdığınız icmal, həmin o icmalda meyar üzrə rəy vermək sizə soruşula bilər. Ümumiyyətlə, sual oluna bilər ki, məktəbli kitabçasına, şagirdin məktəbli kitabçasına meyar yazırıq, yoxsa rəy yazırıq? Biz də cavabında deyirik ki, şagirdin məktəbli kitabçasına meyardan çıxardığımız rəy yazılır. Yəni, konstruktiv rəy yazılmalıdır məktəbli kitabçasına və meyara əsasən yazırıq bu konstruktiv rəyi. Yəni, o 1, 2, 3, 4 səviyyə üzrə meyar yazırıq şagirdin məktəbli kitabçasına. Və müəllimlər, onu da qeyd edim ki, əgər icmallarınız yoxdursa, çətinlik çəkirsinizsə, 5Y modelinə həm Azərbaycan bölməsi, həm Rus bölməsi müəllimləri üçün müraciət edə bilərsiniz. Qeyd edilən nömrəyə icmal üçün, yəni icmalların da yazılması mümkündür. Və interaktiv təlim nədir? Belə sual verə bilərlər. İnteraktiv təlim əlbəttə ki, müəllimlər, şagird yönümlü təlimdən söhbət gedir. Adından da görünür, interaktiv, yəni burada şagird aktivdir. Burada şagird yönümlü, şagird mərkəzli təlimdir. Burada subyekt anlayışıdır. Yəni, burada əvvəlki təlimdə olduğu kimi, yəni ənənəvi təlimdə müəllim mərkəzli idi və burada subyekt obyekt idi. Artıq burada müəllim informasiyanı hazır şəkildə ötürürdü, şagird isə onu yəni hazır şəkildə pasiv şəkildə ümumiyyətlə qəbul edən tərəf rolunda çıxış edirdi. Amma hal-hazırda müəllim bələdçi, fasilitatordur, şagird isə
öyrənən, araşdıran, özü, yəni özünü daim axtarır, araşdırır. Müəllim isə ona istiqamət verir. Və differensial təlim nədir? Differensial təlim şagirdin marağını nəzərə alır, öyrənmə tərzini və hazırlıq səviyyəsini. Bunları nəzərə alaraq bunlar üzərindən, yəni hər birini nəzərə alaraq şagirdlər üçün təlim qurulur. Differensial təlim adlanır bu da. Deməli, heterogen qrupları isə, yəni müxtəlif öyrənmə tərzi, hazırlıq səviyyəsi və öyrənmə tərzinə sahib şagirdlər bir sinif daxilində olur və biz müəllimlər onlara bir sinif daxilində eyni bərabər imkan yaradırıq. Yəni fərqli yanaşma, differensial təlim. Differensial təlimin də komponentləri proses, məzmun, nəticə və qiymətləndirmə komponenti. Və belə sual ünvanlana bilər ki, sizin dərsinizdə 2 uşaq mübahisə edərsə və buna görə məktəbin rəhbəri, direktor sizi danlayarsa nə edərsiniz? Əlbəttə ki, 2 şagird dava edirsə, mübahisə edirsə, bu halda biz ümumiyyətlə buna yəni şərait yaratmamalıyıq. Elə təlim, elə şagirdlər arasında münasibət yaratmalıyıq ki, belə bir hal ümumiyyətlə baş verməsin. Bizim sinifdə belə bir hal baş verməməlidir. Əgər baş verirsə də, rəhbər ona görə bizi danlayırsa, biz şagirdləri sakitləşdirib, yəni rəhbərə də qeyd etməliyik ki, belə hal bir də yaşanmaz və buna görə də yəni hətta üzr də istəyə bilərik ki, yəni belə bir hal yaşanmaz bir də. Və müsahibə mərhələsində şəxsiyyətinizin fin kodunu bilməyiniz mütləqdir. Çalışın ki, müəllimlər, şəxsiyyət vəsiqənizin fin kodunu əzbərdən bilin. Bilirəm ki, çox müəllim bunu əzbərdən bilir. Çünki orada sizdən soruşacaqlar ki, fin kodunuzu əzbərdən deyin. Daha sonra, yəni qorxmayın ki, ay icmalın 5-ini də əzbərləyim. Xeyr, 5-ini də əzbərləməyə ehtiyac yoxdur. Birini mükəmməl şəkildə öyrənin, digərlərində yəni çalışın öyrənin. Amma birini çox mükəmməl şəkildə öyrənin. Çünki sizə orada qeyd ediləndə ki, mövzunu təqdim edin. Mövzunu təqdim edin deyən zaman artıq siz başlayacaqsınız həmin mövzudan, yəni tam mükəmməl öyrəndiyiniz mövzudan. Və yaxud da ki, lap ümumiyyətlə biraz az öyrəndiyiniz mövzudan sizə sual verilsə belə yenə də baxıb danışa bilərsiniz. Çünki yəni onu özünüz yazmısınızsa, onu yəni baxıb danışa bilərsiniz. Burada heç bir yəni qəbahət heç nə yoxdur. Və deməli alt standart haqqında danışdıq, iş üsulları. Belə sual ünvanlana bilər ki, daha çox hansı üsullardan istifadə edirsiniz? Əlbəttə ki, biz qeyd etməliyik ki, dərsin məqsədindən, alt standartdan və şagirdlərin marağına əsasən müxtəlif üsullardan istifadə edirik. Eləcə də iş formalarından istifadə edirik və məsələn, üsullardan bir neçəsinin adını çəkə bilərik ki, beyin həmləsi, auksion, debat üsulu, proqnozlaşdırma, klaster, karusel, akvarium üsulu var idi. Yəni bir neçəsinin adını sadalaya bilərik. Amma öncədən vurğulamalıyıq, onu daha sonra sadalamalıyıq. Və konstruktiv rəy nədir? Konstruktiv rəy əlbəttə ki, şagirdin nə etdiyini, birinci səviyyənin şagirdi olsa belə nə etdiyini vurğulamalıyıq, nə etmədiyini həssaslıqla ona çatdırmalıyıq və gələcəkdə nə etməli olduğunu ona istiqamət verməliyik. Və tənqidi təfəkkürü şagirdlərdə necə formalaşdırırsınız? Əlbəttə ki, müəllimlər, tənqidi təfəkkürü formalaşdırmaq üçün biz müxtəlif tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirən üsullardan istifadə edə bilərik. Məsələn, debat üsulundan istifadə edə bilərik, akvarium üsulundan istifadə edə bilərik. Ümumiyyətlə, özünü qiymətləndirmədir, yoldaş qiymətləndirilməsidir. Bunlardan da istifadə etdiyimiz zaman şagirdlərdə tənqidi təfəkkür formalaşmış olacaq. Və
Daha sonra belə sual ünvanlana bilər ki, mövzu nədən çıxarılır? Mövzu alt standartın bilik hissəsindən çıxarılır. Motivasiya nə üçün lazımdır? Motivasiya bildiyimiz kimi dərsin kulminasiya nöqtəsidir. Motivasiya şagirddə idrak fəallığı yaradır və şagirdi tam olaraq dərsə cəlb edir. Və mütləq şəkildə motivasiya olmasa, motivasiya mərhələsi düşünün ki, 30 şagirddən 20-si, ümumiyyətlə heç 20-si də onu dərsə cəlb olunmuş olar, amma motivasiya mərhələsi olarsa, o 30 şagirdin inanın ki, necə deyim, minimum ən azı 25-i dərsə cəlb olunmuş olacaq. Yəni bu mütləq ki, vacibdir. Məzmun xətti nədir? Hər bir fənn müəllimi fənninin məzmun xəttlərini bilməlidir. Köhnə qayda ilə və 5Y modelinə uyğun da bilməyiniz mütləqdir, müəllimlər. Və məzmun xətti hər fənnin şagirddə formalaşdırıla biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Fənnin ana xətti leytmotividir, yəni dəyişməzdir. Heç bir zaman məzmun xətti dəyişmir. Yadımızda qalsın. Və valideyn gəlib sinifdə sizə qışqırarsa, bu halda nə edərsiniz? Əlbəttə ki, valideyni yəni sinifimizə daxil olubsa, yəqin ki, icazə alıb daxil olub. Çünki onun birbaşa sinifə daxil olması icazə verilmir. Bu, yəni icazə alınmalıdır, daha sonra daxil olmalıdır və valideyni səbirlə, təmkinlə qarşılayıb dərs prosesini poza bilmədiyini ona vurğulamalıyıq. Bildirməliyik ki, dərsdir, dərsi heç kim poza bilməz və gözləməsini, səbir və təmkinlə gözləməsini xahiş edərik və fasilə zamanı onunla fərdi söhbət aparıb səbəbini araşdırmalıyıq, səbəbi nədir və yəni səbəbini öyrəndikdən sonra əlbəttə ki, müəyyənləşdirməliyik necə addım atacağıq. Və valideyn gəlib sizə bildirsə ki, mənim övladımın gündəliyinə, yəni məktəbli kitabçasına qiymət yazın, meyar üzrə rəy yazmayın, qiymət yazın. Bu zaman nə edərsiniz? Əlbəttə ki, müəllimlər, bu halda da biz valideynlə söhbət aparmalıyıq, fərdi şəkildə ona izah etməliyik ki, konstruktiv rəyi, ümumiyyətlə rəyin müsbət tərəflərini ona izah etməliyik. Bildirməliyik ki, həmçinin tələb olaraq budur, hal-hazırda bizdən bu tələb olunur. Ona görə də onun yəni izahını da verməliyik ona. Artıq inanıram ki, bundan sonra o bizi anlayacaq və konstruktiv rəyin mahiyyətini izah etsək, o anlamış olacaq və heç bir iradda artıq bundan sonra inanmıram ki, yəni mübahisə yaşansın buna görə və yaxud da nə isə əlavə mübahisələr yaransın buna görə. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olub, şərh yazmağı unutmayın. Hansı mövzulardan, hansı suallarınız varsa, ümumiyyətlə nə kimi suallarınız varsa, şərh bölümündə yazıb bildirə bilərsiniz. Təşəkkür edirəm.